Mehmet Bey buradaydınız. Yine geldi. Yine tornadonun gülü geldi. Kızlar, hələ çoxdan idi, 1-2 ay bundan əvvəldə. Mən ondan gül gətirmişdim, bir də hədiyyə gətirmişdi. Nə dedim? Dedim heç kimə bir də şəkil çəkdirmə, gül gətirmə, hədiyyə vermə. Demişdim, deməmişdim sənə. Ben niye elədin elə? Rezil oldu, niye abi? Özün de rezil oldun, cemaat da rezil elədin. Mən də rezil elədim. Şərman tonuzu sənə tanıyordum, orada xəsəf. Yox da, sən bəs hamıya gül gətirəndə, şəkil çəkdirəndə, axırı biri gecə yaparım da, nə bunu bəsdir da. Hə, səndən ötəri cəmaata söz gəldi. Mənə baxanda sizi daha çox. Amma Şərman da ki, mahnılar yaxşıdır. Bugün məni daha çox istəyir, sabah da onu daha çox. Bax, sənin kimi danışanların axırı elə olur, elə hamının öz yeri var. Ay bəylər, elə eləməyin, axırınız belə olur. Çox istəyən hər şeydən olur, bilmirsən sən? Bu şey olsaydı, bu Şəbnəmə gedər. Vay, nədir bu, belə, nəsə bahalı bir şeydir. Aha. Kişilər hamısı belədir. Hamısı yox da, yəni o şor gözlərin hamısı belədir. Belə yox. Düşdün sen şor gözler siyahısına. Teşekkür ederim yine de. Çok sağ ol. Sen böyük yüreğin var. Hamımız sıkırıq ora. Ne olacak? Keş ne olmaz. Qəbul et. Sen de böyle qəbul et. Çok sağ ol hediyen için. Teşekkür ederim. Yeni de biz sana hediye alacağıq. Aşağıdan olma. Get.